Salam, sabahınız xeyir olsun. 11 iyul 2026-cı il tarixdir. Yay fəslinin 21-ci günüdür. Məhərrəm ayının 26-cı günüdür və həftənin isə şənbə 6-cı günüdür. Demək, istirahət günlərindən biridir. Gözəl, xoş istirahət etməyə, can sağlıqla arzulayıram hər birimizə. İstirahət günü olmasına baxmayaraq, 11 iyul günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülhəmnamanlıqla, firavanlıqla, bol bərəkətli, ruzili, işəvatlı olan, eləcə də dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin olan bir gün keçirmələrini arzulayıram. 11 iyul günündə kimlər ki, təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı və zehin açıqlığı, yol açıqlığı arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq, həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Bununla yanaşı isə 11 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm. Hər birinə qalanların can sağlığı, səbir diləyirəm. 11 iyul günündə kimlər anılır, xatırlanır, yad edilir. Hər birinə xoş xatırlamağı, yad etməyim, anmağa arzulayıram hər birimizə. Bununla yanaşı 11 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm hər birinə. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Və bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Gözəl, can sağlıqlı, şad xəbərlərlə zəngin olan, bol bərəkətli, ruzili, sülhəmnamanlıqlı, firavanlıqlı bir gün keçirmələrini arzulayıram. 11 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 11 iyul günündə də tarixi hadisələr baş vermişdir. 11 iyul günündə baş verən tarixi hadisələr isə bunlardır. 11 iyul Niger, Benin və Burkina Faso'nun müstəqilliyi günüdür. Bununla yanaşı 11 iyul 1750-ci ildə Kanadanın Yeni Şotlandiya əyaləti yanğın səbəbindən demək olar ki, tamamilə dağıldığı gündür. 11 iyul 1776-cı ildə James Cook özünün 3-cü səyahətinə başladığı gündür. 11 iyul 1848-ci ildə isə Londonda Waterloo metrosu demək istifadəyə verildiyi gündür. 11 iyul 1859-cu ildə isə Charles Dickens'in İki Şəhərin Hekayəsi romanının nəşr edildiyi gündür. 11 iyul 1895-ci ildə Lumière qardaşları elmə film texnologiyasını gətirdikləri gündür. 11 iyul 1918-ci ildə Abbas Səhhət 44 yaşında Gəncədə vəfat etdiyi gündür. 11 iyul 1921-ci ildə Qızıl Ordu Monqolistanı Ağ Ordudan azad etdi. Monqolistan Xalq Respublikası əsası qoyulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.